Yanvarın son günü hava istiləşəcək. Temperatur 17 dərəcəyə qədər qalxır. Bakıda və Abşeron yarımadasında yanvarın 31-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Milli Hidrometeorologiya Xidmətindən reporta verilən məlumata görə gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim cənub-qərb küləyi güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 12-17 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 10-15 dərəcə isti olacaq.